Əziz dostlar, bugün sizinle yeni bir şeirimi bölüşmek isterim. Her bir insan arzularına çatmak ister. Bunun için arzulara çatmak, uğur elde etmek için gündüzler işləyir, geceler ise dincəlmək istəyir. Ancaq hansısa bir arzu əlçatmaz olduqda yuxular da ərşə çəkilir. Qaranlıq gecə ilə həm söhbət olursan. Belə bir anda qələm əhli olan şairlər öz fikirlərini qələmin vasitəsilə, şeirin dili ilə dilə gətirir. Mən də bir jurnalistlər birliyinin, Turan Yazarlar Birliyinin üzvü, şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin İnsan Resursları şöbəsinin müdürü, Qızıl Qələm mükafatı lauriatlı vətənpərvər şair Nazlı Yazar olaraq qaranlıq zülmət gecənin birində yazdığım gecənin qaranlıq donundan çıxsam adlı şeirimi sizinlə bölüşmək istəyirəm. İzninizlə. Geceler yenə də durur qəsdimə, fikir ahuzarım gəlir üstümə, xəyal duyğularım burulğandadır, yanıb alovlanır ateş üstümə. Pəncərə önündən aya baxıram, ötən hər günümə aya baxıram. Min xəyal qurmuşdum gündüz çağında, puçulan xəyala saya baxıram. Geceler uzundur, gündüzler qısa. Nə deyim mən olan mənli bu qıza? Deyimmi ulduzlar göydə bərq vurur? Dünya bir fanidir, ömürsə qısa. Hələ yazılmamış misralar qalıb, dildə əzbər olan misallar qalıb. Nazlı, əlli nədir? Yazarım, yaz ki, pöhrəli arzular, sıralar qalıb. Gecenin qaranlıq donundan çıxsam, bədbəxt taleyimin bəndini yıxsam, bəlkə də arzular şəfəq saçacaq. Gündüzlər günəşdən bir üfüq taxsam, gündüzlər günəşdən bir üfüq taxsam.